Salam dəyərli izləyicilər. Bugün sizə FM Network'ün gəlir imkanlarından biri olan Binary Plan üzrə hesablamaları aydın şəkildə izah edəcəyəm. Ekranda gördüyünüz cədvəl bu planın necə işlədiyini vizual formada göstərir və biz bu cədvəli addım-addım təhlil edəcəyik. Binary Plan nədir? Binary Plan, adından da göründüyü kimi, sistem komandanız və gəlirləriniz ikiyə vurularaq artır. İlk olaraq, siz bir məhsul alaraq sistemə üzv olursunuz və bu biznesi necə quracağınızı sizi dəvət edən və üst liderlər sizi öyrədir. Daha sonra, nüfuz dairənizdən sizə inanan, sizə etibar edən, qazandırmaq istədiyiniz 2 nəfər dəvət edirsiniz. Bunlar sizin ailə üzvləriniz, qohumlarınız, dostlarınız və sair ola bilər. Gəlin təsəvvür edək ki, siz bir qola, yoldaşınızı, digər qola da dostunuzu üzv etdiniz. Sonra isə yeni gələnlərə də bizneslərini qurmaq üçün işi izah edərək kömək edirik. Onlar da hərəsi öz ilk bir nəfər yaxınını üzv edən kimi artıq sizin sağınızda 2 və solunuzda 2 bal yaranmış olur. Buna görə siz 30 manat qazanmış olursunuz. Bu gedişlə komandanız və gəlirləriniz 2-yə vurularaq artır. 2 olur 4, 4 olur 8. Beləliklə davam edir. Gəlirləriniz də 30 manat olur, 60 manat, 60 olur 120. Aylara görə potensial gəlir. İndi isə diqqətimizi cədvələ yönəldək. Burada şərti olaraq götürülüb ki, hər kəs yalnız 2 nəfərini bir aya dəvət edir və bu proses ardıcıl davam edir və 12-ci ayın sonunda 2048 sağınızda, 2048 solunuzda bal yaranır. Bu balanslaşmaya görə isə siz 30.072 manat, keçmiş 11 aylarda da qazandıqlarınızı üzərinə gəldikdə isə 61.440 manat qazanmış olursunuz. Və ən önəmli göstərici, əgər siz komandanızı 2 ballıq sistemlə qurarsınızsa, 12 ayın sonunda ümumi komissiya məbləği 122.880 AZN çatır. Binary plan vasitəsilə çox ciddi maliyyə nəticələri əldə etmə mümkündür. FM Network'un Binary planı düzgün qurulmuş komanda işi, davamlılıq və balanslı şəbəkə hesabına ailə büdcənizi və gələcək maliyyə azadlığınızı formalaşdırmağa yardımcı olan güclü bir mexanizmdir.